Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Yeni Sabah az məlumat verir ki, bu haqda Milli Hidrometeorologiya Xidmətindən qeyd edilib. Xəbərə əsasən ayrı-ayrı yerlərdə Qazax, Gəncə, Balakən, Şəki, mərkəzi aran yağıntıların qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal edilir. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, böyük və kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısa müddətli daşqın və sel keçəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Xətai rayonu Oksigen küçəsi F1 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı bina söküləcək. Bunu trendə açıqlamasında Xətai rayon İcra Hakimiyyətinin İctimai, Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib. O deyib ki, söküləcəyi nəzərdə tutulan bina 2 mərtəbəlidir. Binada 31 ailə yaşayır. Artıq 8 ailənin köçürülməsi ilə bağlı razılığa gəlinib, deyə o əlavə edib. Əlavə edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki ərazi tikinti planlaşdırma mərkəzi söküntü işlərinin təşkilinin layihə smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.